Tanımaq və ifadə etmək. Hər bir insanın içində müxtəlif duyğular olur. Biz sevinə, kədərlənə, hirslənə, qorxa və həyəcanlana bilərik. Bu duyğular bizim düzgün şəkildə ifadə etmək vacibdir. Bəzən insanlar nə hiss etdiklərini bilmirlər. Məsələn, bir uşaq hirslənəndə qışqıra bilər, amma o əslində kədərlidir. Duyğularımızı tanımaq bizə kömək edir. Başqaları ilə daha yaxşı münasibət quraq. Əgər biz hisslərimizi başa düşsək, onları rahat, sakit və düzgün şəkildə ifadə edə bilərik. Ən çox rast gəlinən duyğulardan biri sevinməkdir. Sevinəndə üzümüz gülür, gözlərimiz parlayır. Kədərlənirsə danışmaq istəmirik. Bəzən ağlayırıq, qorxduqda bəzən titrəyə bilər, hisslənəndə səsimiz də ucalır. Bu duyğular normaldır, amma biz onları necə ifadə etməyimizə diqqət etməliyik. Əgər kədərli olsaq, bunu dostumuza bölüşə bilərik. Hirsli olsaq, dərindən nəfəs almaq və sakitcə danışmaq kömək edə bilər. Qorxularımızı valideynlərimizə və ya müəllimlərimizə paylaşmaq yaxşıdır. Sevincli olduğumuzda isə bu duyğunu başqalarıyla paylaşmaq həm bizə, həm onlara xoşbəxt edir. Bəzən duyğularımızı danışaraq yox, rəsmlə və ya yazı ilə ifadə edə bilərik. Məsələn, kədərləndikdə bir şəkil çəkə və ya günlərimizi yaza bilərik. Bu da bizi rahat, musiqi dinləmək də hisslərimizi ifadə etməyin bir yolu ola bilər. Məktəbdə və ya evdə duyğularımızı düzgün ifadə etmək çox vacibdir. Əgər müəllim dərsdə sual verəndə qorxuruqsa, bunu sakitcə deyə bilərik. Ana və atamıza da hisslərimizi deməkdən çəkinməməliyik. Mən narahatam, mən biraz kədərləndim kimi ifadələr bizə kömək edir. Böyüklər bizə daha yaxşı başa düşsünlər. Ətrafımızdakı insanlar da müxtəlif duyğular yaşayır. Biz dostumuz üzgün və sakitdirsə, ona yaxınlaşıb nə olub deyə soruşa bilərik. Onunla danışmaq, yanında olmaq bəzən də böyük bir dəstək deməkdir. Beləliklə biz həm öz hisslərimizi tanıyır, həm də başqalarının hisslərini hörmət etməyi öyrənirik. Bəzən hisslərimizi tanımağa çətinlik çəkirik. Bir zaman güzgüyə baxıb öz ifadəmizə diqqət edə bilərik. Özümüzdəki dəyişiklik bizə hisslərimizi anlamaqda köməklik edə bilər. Valideynlərimizlə, müəllimlərimizlə və ya yaxın dostlarımızla söhbət edərək hisslərimizi paylaşmaq da çox vacibdir. Bu bizi daha rahat, güvənli hiss etdirir. Hisslərimizi tanımaq bizə qərar verməyə kömək edir. Məsələn, qorxduğumuz zaman dayanmaq, düşünmək və sonra hərəkət etmək daha doğrudur. Sevindiyimiz zaman isə bu duyğunu bölüşmək münasibətlərimizi daha gücləndirə bilər. Hər bir duyğu bizə nəsə demək istəyir. Biz bu mesajı anlamağı öyrənsək, daha xoşbəxt, güclü insan olarıq. Məqalənin əsas ideyası təbii ki, bu qədər oxuduqdan sonra rənglərin təsviri xeyir, dostluğun əhəmiyyəti xeyir, hisslərini tanımaq və ifadə etmək barəsində idi. Hisslənən bir uşaq bəzən nə edə bilər? Bəli, qışqıra bilər. Doğrudur. Qorxunu kiminlə paylaşmaq tövsiyə olunur? Heç kimlə, valideyn və ya müəllimlə, yalnız dostlarla. Xeyr, mətndə də deyirdi ki, valideynlə və yaxud da müəllimə deyə bilərsən. Duyğularımızı yalnız danışaraq yox, başqalarına necə ifadə edə bilərik? Duyğularımızı yalnız danışaraq yox, başqa cür necə səssiz duraraq, gəzərək, rəsm və ya yazı ilə. Gəlin baxaq, bəzən duyğularımızı danışaraq yox, rəsm və ya yazı ilə. Baxın, burada da digər sualımız. Valideynlərimizlə, müəllimlərimizlə və yaxın dostlarımızla söhbət edək, hisslərimizi paylaşmaq olar. Yalnız dostlar seçməklə səhv edirsə, burada valideyn və müəllim, dostlar da ola bilərdi, amma yalnız dostlar sözünə görə çıxdım. Burada da rəsm və ya yazı ilə mətnin içində var. Digər insanlar duyğularına necə yanaşmalıyıq? Maraq göstərməliyik, hər kəsə eyni yanaşma, onlara hörmət etmək. Digər insanların duyğularına necə yanaşmalıyıq? Maraq göstərməməliyik, xeyr. Hər kəsə eyni yanaşmalıyıq, xeyr. Onlara hörmət etməliyik, bəli. Növbəti suala baxaq. Məsdər formasında verilmiş feil hansıdır? Maq, məq. Baxın, məsdərin şəkilçisi maq, məq. Şəkilçisidir, B variantı. Hansı mürəkkəb cümlədə köməkçi söz yoxdur? Bax, burada amma var. Deməli, çünki var burada, amma B variantında bəli, yoxdur. A-da və C-də var, getdim. Ad günümə dostlarımı çağırdım. Yuxarıda nöqtənin yerinə vaxtı unutmamalarını tapşırdım. Nöqtənin yerinə hansı əvəzliyi yaza bilərik? Ad günümə dostlarımı çağırdım. Onlara vaxtı unutmamalarını bəli, onlara vaxtı unutmamalarını tapşırdım. Çünki köməkçi sözü ilə bağlı doğru fikir hansıdır? Yalnız qrammatik mənası var, bəli. Ahəng qanuna tabidir, xeyr bu. Nə sualına cavab? Ümumiyyətlə, köməkçi sözlər suala cavab vermir.
Hansı cümlədə şəxs əvəzliyi var? Şəxs əvəzlikləri hansılardır? Mən, sən, o, biz, siz, onlar. Baxırıq ki, burada C variantındadır şəxs əvəzliyi. Verilmiş cümlə haqqında doğru fikir hansıdır? Anam gəldi, nə etdi? Gəldi. Kim gəldi? Anam. Biz onunla getdik, nə etdik? Getdik. Kim getdi? Biz. Bu cümlədə iki dənə fikir var. Bir, anamın gəlməsi. İkinci, bizim onunla getməyimiz. Yəni, bir fikir olması yanlışdır. Mürəkkəb cümlədir. Bəli. Cümlədə sifət var, xeyr, yoxdur. Doğru cavab B variantıdır. Deyir, cümlələrin birində və bağlayıcısı ilə bağlayıcısı ilə əvəz oluna bilər. Bu nə zaman baş verdi? Sözlər arasında olarsa, yəni və əgər iki sözün arasında olubsa, onu ilə ilə əvəz etmək mümkündür. İki cümlədirsə xeyr. Payızda, baxın, bütün vələrin yerinə ilə yazın. Görəcəksiniz. Payızda və qışda gecələr uzun. Payızda ilə qışda gecələr uzun ola bilir. Xeyr, burada olmur. Zəng vuruldu, ilə dərs başladı. Xeyr. Kənddə kasıb qoca ilə qarı yaşayırdı. Bəli, C variantı olacaq. A variantında da iki sözü birləşdirib, amma uyğun gəlmir. Yəni, payızda ilə qışda gecələr uzun olur. Burada mümkün olmur. Amma C variantında kənddə kasıb qoca ilə qarı yaşayırdı ola bilir. Sıra sayıdır, düzəltmədir, saydan düzəlmişdir. Sıra sayının şəkilçisi hansıdır? Biz onu ıncı şəkilçisi ilə tanıyırıq. Variantlarda baxanda bir dənə A variantında görürük. Incı şəkilçisi düzəltmə şəkilçidir. Sözün kökü saydı, saydan düzəlib, bəli. Lar şəkilçisi fərqli tələffüz olunur. Olunur. Lar şəkilçisi digərlərindən müqayisədə, məsələn, baxın, qarar deyə tələffüz olunur. Sonu R ilə bitib deyə. Narar sözünə baxaq, sonu R ilə bitib, narar. Uşaqlar, uşaqlar. Burada dəyişiklik olmadı lar şəkilçisində, amma A-da və C-də rar deyə tələffüz olundu. Sözlərin bir nöqtələri ilə Q hərfi yazılmalıdır. Q nə zaman baş verdi? Saitlə şəkilçi olarsa. Baxıram, dan, samitdir, Q olacaq, bəli. Samitlə başlayıb Q olacaq, bəli. Uşaqlarda Q samitlə başlayıbdır, Q olacaq. Saitlə nə zaman olurdu? Deməli, saitlə başlanan şəkilçi olanda Q-ya çevrilir, B variantıdır. Riyaziyyata bax, Nadir 17, atasının 53 yaşındadır. Nadir dünyaya gələndə atasının neçə yaşında idi? Bəli. Atanın yaşından Nadirin yaşını çıxsaq, tapmış oluruq. 53-dən də 17 çıxanda, 13-dən 7 çıxanda 6, burada 4 qaldı, 4-dən 1, 3. Doğrudur. 704 rəqəminin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük 3 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədin fərqini tapın. Ən böyüyü 7, 4, 0. Ən kiçiyi 4, 0, 7. Bəli. Çıxırıq. 3, 3, 3. Elə 333 edir. Bəli, doğrudur cavab. Hesablama doğrudur. Keçək növbətisinə. Cəmi tapmamızı istəyib 6-5, 11 biatda. 7-2, 9 biatda vardı, 10 biatda. 3-4, 7 biatda vardı, 8, 801. Doğrudur. Keçək növbətisinə. 2 ədədin fərqi 160-dır. Çıxılan ədədə 15 vahid artırsaq, yeni fərq neçə olar? Özümdən bir rəqəm deyirəm, məsələn. 400 çıxılsın. 240. Cavab elib 160 misal üçün belə bir misal yazdım. Deyir ki, çıxılanı 15 vahid artırsam, yəni 415 olsa, 240 çıxsam, fərqim nə olacaq? Yeni fərq neçə olacaq? Baxın, 5-dən 0 çıxanda 5, 11-dən 4 çıxanda 7. Burada qaldı nə? Burada qaldı, deməli, 3, 3-dən 2 çıxanda 175, düzdürmü? İndi baxaq. Deməli, biz görürük ki, yeni fərqimiz necə oldu? 175 oldu. Əgər mən çıxılanı 15 vahid artırsamsa, avtomatik fərqim də 15 vahid
artmış olacaq. Cavab C variantı. Gündə 7 yumurtadan istifadə edən ailə 6 günə cəmi nə qədər olar? Bəli, hər gün 7 yumurta istifadə edən 7-ni vuranda 6-ya 42 etmiş olur. Doğrudur. Əməllər ardıcıllığına baxaq. 9 dəfə 6 54. 72-ni 9-a böləndə 8. 8-in üstə 46. 54. Deməli, bu ikisi bir-birinə bərabər olmuş olacaq. Fikrət 48 cm uzunluğundakı məftilə 6 bərabər hissəyə böldü. Hər bir hissənin uzunluğu neçə santimetr olur? 48-i bölürəm 6 bərabər hissəyə. Hər hissənin uzunluğu 8 olur. Bəli, doğrudur. Familinin 25 manat pulu var. 18 manatın qardaşına versə neçə manat pulu qalar? 25-i var, 18-ini verdi. Verəndə azalır. 7 qalar. Bəli. Üçbucaqlı piramidanın neçə üzü var? Deməli, 1 üzü, 2 üzü, arxada 3-cü üzü və altdakı 4-cü üzü. 4 dənə üçbucaqdan ibarət olur. Bəli. 25 mərtəbə binanın hər mərtəbəsində 5 mənzil var. Mənzilin 4 pəncərəsi olarsa, cəmi neçə pəncərə var? Baxaq. 25 mərtəbəli bir binadır. Hər mərtəbədə də 5 mənzil var. 25-i əlbəttə ki, birinci 5-ə vuraram. Mənzil sayını taparam. Eləyir 125. 125-i də hər mənzildə də 4 pəncərə varsa 4-ə vuraram. 0, 1 yadda. 8, 1 yadda vardı. Deməli, 2 yadda da vardı. Deməli, 10. Onun üstə də 10-un 0-ını yazıq 1 yadda. Bir dəfə 4-üm 4, bir də yadda vardı 5, 500. Doğrudur. 8'e bölmək. 27-nin içində 8 3 dəfə. 3 dəfə 8-im 24 çıxdıq. 3. Yuxarıdakı 2-ni endirik. 32-nin içində 8. 4 dəfə 4 dəfə 8-im 32 çıxdım. 0. Baxırıq cavab 34 etmiş oldu. Qalıqlı bölmə əməlində qismət 8 olarsa, qalıq ən çox neçə ola bilər? Bir ədədi 8-ə bölürüksə, ala biləcəyim qalıqlar əlbəttə ki 8-dən mütləq 2 olmalı. 7, 6, 5, 4, 3, 2, 1. Bunlar içərisində ən böyüyü əlbəttə ki 7 olmuş olacaq. Bir məhsulu tapın. Yəni, məhsul tapanı vurmanın əksinə olur bölmə. 84 bölünsün 6. Bir dəfə 24-ün içində 6, 4 dəfə 14 doğrudur. Baxırıq. Bərabər hissəyə bölünmüş fiqurun rənglənmiş hissəsi kəsrlə ifadə edin. 1, 2, 3, 4, 5, 6-dır. Neçəsi rənglənib? 4 rənglənibdir. Bizdən rənglənmiş hissəni istəyir. 6-da 4. 63-ün 9-a 4 hissəsini tapın. Biz belə olan halda məxrəcə bölürük, surətə vururuq. 63-ü 9-a böləndə 7, 7 dəfə 4-üm 28. A variantı. Gəlin məntiqə baxaq. Deməli, 12 ilə 10-dan 18 alıb, 16 ilə 20-dən 32 alıbdır, 41 ilə 21-dən 58 alıbdır, 22-dən deməli nə olmalıdır? Baxaq. Mən burada baxıram ki, məsələn, o ən bəsiti toplamadır. 12 ilə 10-u toplayanda 22 eləyir. Düzdür? 22-dən 18 necə ala bilərəm? Deməli, 4 çıxıbdır. Sonra 16 ilə 20-ni toplayaram. 36-dan 4 çıxanda 32. 41 ilə 21-i toplayaram. 62, 62-dən 4 çıxaram. 58. 22 ilə 22-ni toplayaram. 44, 44-dən də 4 çıxaram. 40. Digərinə baxaq. Deməli baxıram. Bunların cəmi eləyəcək 15. Bura baxıram. Bunun da cəmi 15 eləyəcək. İndi deməli bunları toplayanda cəm 15 eləməli. 2 ilə 7-ni toplayanda 9. 9-un üstə də 6 gələndə 15 eləmiş olur. Baxırıq. Deməli 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Deməli növbəti isə 3 dənə olmalı. 1, 2, 3. Növbəti sualımıza baxırıq. Deməli biz bu 18-ə 1 və 8 kimi baxırıq.
1 ilə 8-i toplayanda 9, 8-dən 1 çıxanda 7, 6 və 1 kimi. Deməli 1 ilə 6-nı toplayanda 7, 6-dan 1 çıxanda 5, 1 ilə 3-ü toplayanda 4, deməli 3-dən də 1 çıxanda 2. Deməli 5 ilə 1-i toplasam 6, 5-dən 1 çıxsam 4, 6 və 4 C variantı. Nədir bu? Süddən qatıq alınır. Qatıqdan nə alınacaq? Ayran. İpdən nə alınır? İpdən parça. Parçadan da biz paltar hazırlayırıq. A variantı olmalıdır. Baxırıq, burada 1 çıxıb, 2 gəlib. 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 Deməli, növbəti 1 çıxmalıdır. 1 çıxanda 16, 16-nın üstüdə 2, 18. B variantı olmalıdır. Baxaq. 3 idi, 4 olub, 4 idi, 6 olubdu. 1 gəlib, 4, 2 gəlib, 3 gəlib, 4 gəlib, 5 gəlib, 6 gəlib, növbətdə 7 gəlməlidir. 24-ün isə 7 gələndə 31 etməlidir. Yazıb, amma hesablayarkən xəta edibdir. Rəqəmləri cəmi 4 olan neçə 2 rəqəmli var? Rəqəmləri cəmi 4 olan məsələsi üçün neçə 2 rəqəmli? 40, 22, yəni 4 ilə 0 toplayanda 4, 2 ilə 2 toplayanda 12, yox 12 olmuş, bir dəqiqə. 13, 1 ilə 4, 3'ü toplayanda 4, sonra 31, və salam 4'dən olur artıq. Nərmin anasının deməli 3 uşağı var. Onlardan ilk ikisinin adı Pərviz var. 3-cü uşağın adı nədir? Nərmin anasının 3 uşağı var. Onlardan ilk ikisinin adı Pərviz. Nərmindir də bu uşağın adı, hə? Nərmin anasının 3 uşağı var. Biri Pərviz, biri Laləsi. Əlbəttə ki, Nərmin olacaq da bu. Yəni Nərmindən danışır. Eyni tarixdə anadan olan Kəmalənin 7, Şəlalənin 10 yaşı var. Neçə isə onların yaşları cəmi 25 olacaq. 7 ilə onu toplasam 17 yaş eləyir. Onların yaşlarının 25 olması üçün 25-dən 17 çıxaram. Neçə qalacaq? 8. 8-i də böləcəm 2 yerə, çünki 2 uşaqdan söhbət gedirsə 4 ildən sonra. İstəyirsək yoxlayaq. 7-nin üstə 4. 4 ildən sonra 11 yaş olacaq Kəmalənin. Şəlalənin 10 yaşı var. 4 ildən sonra 14. Və bu ikisinin birlikdə yaşları cəmi 11 ilə 20, 14, 25 eləyəcək. Yoxlanmış aslında etdik. Keçək növbəti suala. Does he like writing deyirsən, yazmağı xoşlayırsan. Does'la sual cavab verirsə, does'la da cavab verəcəyik. Baxaq. No, he doesn't. Baxın, izlə sual verməlisiniz ki, B-nin C-ni seçəsiniz. Sualı nə ilə vermişiksə, onunla da cavab verməliyik. Choose the correct variant. My favorite class, math. Mənim deməli, sinifdəki sevimli dərsim məhz riyaziyyatdır. Düzdür? Bəli, riyaziyyatdır, izdir, təkdir. Science sözünü yazmamız düzgün istəyir. Burada baxırıq ki, S-C-I-E-N, science, elm. Baxırıq ki, belə yazılmalıdır, bəli, doğrudur. Keçək növbəti suala. They think, baxın, onlar cəmdədir. Daz ola bilməz, du ilə olmalı. Ya A olacaq, ya C olacaq. Du ilə də likes olmur. Təkdə olanda dazla likes olur. Deməli, A variantı olacaq. Does likes olmalıdır, du da likes olmur. Baxaq. Does your brother like drawing? Deyir ki, sənin qardaşın çəkməyi xoşlayır. Deyir ki, it is favorite activity. Onun sevimli aktivitəsidir. Deməli, yes sualı. Yes verib də hə deyibdir. Browser.
Bax, qardaşdırsa kişi cinsidir də he olmalı, she ola bilməz. He does. Belə olacaq. Baxırıq növbəti suala. Deyir ki, dog tries to. Burada dog it deyir ki, burada demək istəyir it yeməkləri də var. Cəmdə olduğu üçün zera olacaq. Yenə də ingilis müəlliminizdən dəqiqləşdirərsiniz. He has a jar full his favorite things. Burada onun sevimli əşyalarıyla doludur, full of. Choose the correct variant. Alliance learns about numbers and shape in. Burada rəqəmlər və fiqurlar dinləmə mətni dərsinə qalsa riyaziyyat dərsinə aiddir. Siz bunu müəllimənizdən artıq maraqlanarsınız.